İş tapa bilmir, diploma qalır bir kənarda. Sadəcə olaraq cəmaata göstərir ki, mən ali təhsil almışam. Valideynim deyir ki, evlənməlisən, evlənir. Amma mən bilirdim ki, mən bunu istəmirəm. Hamı kimi yaşayım, hər gün gedim işə, gəlim, halımız uşağı evlənib, amma hələ də ailəsi ilə yaşayır. Özümüzü mentalitetlə qısıtlayırıq. 2 maşınım ola bilər, lüks evdə yaşaya bilərəm, xaricə köçə bilərəm. Biz maşın alanda ya ona göz deyəcək, ya nə bilim nəsə bir şey olacaq. Boşanaram, cəmaat mənim haqqımda nə deyər? İnsanları müşahidə eləyərək elə bir şeyin fərqinə varmışam ki, bu sadəcə olaraq bir dəhşətdir. Əlavə olaraq isə digər başqa bir mövzu da var, hansı ki, bunu bir çoxlarımız eləyirik, amma hansı problemlərə yol açdığının heç fərqinə belə deyilik. Bütün bu mövzulardan danışmazdan əvvəl isə qısaca sizə özümü təqdim eləmək istəyirəm. Mən Diana, şəxsi inkişaf koçuyam və artıq 1 ilə yaxındakı fəaliyyət göstərirəm. 100-ə yaxın müştərim var, bir çox nəticələrimiz var. Həm özüm də şəxsi inkişafla məşğulam, bir çox dəyişim yaşamışam, nəticələrim boldu. Bütün bu təcrübələrimə əsasən isə sizlər üçün faydalı videolar çəkirəm. Növbəti videoları qaçırmamaq üçün kanala abunə olmağı, bildirişləri açmağı və videonu like eləməyi də unutmayın. İndi isə gəlin keçək mövzumuza. Bizim təbii ki, müəyyən inanclarımız, hər gün göstərdiyimiz davranışlarımız, xarakterimiz var və heç bəzən düşünmürük ki, görəsən bu davranışlar məni hardan keçib, bu inancları nəyə görə özümlə daşıyıram ya da hal-hazırda deyək ki, insanlar mənə nəyə görə belə davranırlar. Yəni bütün bunları əslində biz çox zaman sorğulamırıq belə. Yəni məsələn kimsə deyir ki, pul əl çirkidir ya da bir nəfər var ki, deyək ki, biznes qurmaqdan qorxur. Digər insan münasibətdə davamlı nələrsə dözür, hər hansı bir durumlar yaşayır, yəni qısacası. Ya da hər gün özünə zərər verən davranışlar göstərir, amma heç bunun fərqinə belə varmayıb. Və gəlin sizə sirri açım. Böyük ehtimalla sizin hal-hazırda özünüzlə daşıdığınız bütün bu inanclar, hər gün göstərdiyiniz davranışlar, hətta insanların olan sizə davranışı, rəftarı, bütün bunlar hamısı əslində sizə valideynlərinizdən keçib. Hansı ki, uşaqlıqda nələr görmüşüksə, hansı duyğularla böyüdülmüşüksə, bu avtomatik olaraq bizim şuur altımıza proqramlanır və dəyişmədiyimiz sürəcə biz də eynisini kopyalamağa başlayırıq. Hətta görməmiş olsaq belə nəslimizdən bəzi döngülər bizə keçir. Deyək ki, borc döngüsündən çıxa bilmirik ya da hansısa təkrar taleyi yaşayırıq. Bunlar əslində çox geniş mövzulardır, amma mən bugün tamamilə fərqli bir aspektdən sizə bir şey haqqında danışmaq istəyirəm. Yəni biz bir şeyləri sorğulamadığımız müddətcə o zaman bir çox problemlərlə qarşılaşacağıq, heç səbəbini belə anlamayacağıq və eyni durumda yaşamağa davam edəcəyik. Amma nə zaman ki biz başlayırıq nələrsə sorğulamağa, özümüzə sual vermək ki, görəsən mən bunu nəyə görə elədim? Bu inanc mənə hardan gəlmişdi? Nəyə görə belə yaşamalıyam ki, niyə mən buna davamlı dözürəm? Niyə fərqli addım atmıram? Yəni bu şəkildə özümüzə dönəcəyimiz, hər hansı bir faydası dəyəcək sualları özümüzə vermiriksə, yəni avtomatik rejimdə yaşayırıqsa, hamı kimi yaşayım, hər gün gedim işə, gəlim, deyək ki, uşaqlara baxım ya da nə bilim, nəsə də gedim dostlarımla vaxt keçirim, bütün gün videoda, telefonda daha doğrusu videolar izləyim. Yəni hər kəs kimi həyatımızı keçirməyə davam elədikcə, yəni hamı kimi də ətrafımızda necə görmüşüksə, məsələn görmüşük ki, xalamız uşağı evlənib, amma hələ də ailəsi ilə yaşayır. Nə bilim, bibimiz oğlu hələ də deyək ki, biznes qurmaqdan qorxur və marjlı işə məcbur hiss eləyir özünü. Bu həyatda davam eləyir. Yəni ətrafımızda fərqli nümunələr yoxdursa, biz ancaq eyni tip insanları görürüksə, qonşuda, qohumda, rəfiqələrdə, yəni hər kəsi bu şəkildə seçiriksə həyatımıza, o zaman təbii ki, bizim də bir addım atmağımız çətinləşir. Və heç bu haqda düşünmürük belə ki, görəsən, əslində mən fərqli yaşaya bilərəm axı. Məsələn, mən səyahətlər eləyə bilərəm, 2 maşınım ola bilər, lüks evdə yaşaya bilərəm, xaricə köçə bilərəm, nə bilim, daha fərqli bir münasibət yaşaya bilərəm. Yəni bu haqda heç düşünmürük belə. Bəzən özümüzü mentalitetlə qısıtlayırıq, bəzən deyirik ki, pulum yoxdur, nə bilim, valideynim nə deyər, cəmaat qınayar. Bütün bu düşüncələr əslində bizi limitləyir. Hansı ki, bizi limitləmir əslində. Biz özümüzü bütün bu düşüncələrlə, bu inanclarla limitləməklə məşğuluq sadəcə olaraq. Bəzən deyirik ki, məcburam, bəzən sadəcə pulu bəhanə gətiririk. Amma əslində məsələ heç də bunlarla bağlı deyil. Sadəcə olaraq bu videonu çəkməkdə məqsədim odur ki, bundan sonra elədiyiniz hər bir şeyi, bütün seçimlərinizi, davranışlarınızı yavaş-yavaş sorğulamağa başlayın ki, bunun mənbəyi nədir? Və tapandan sonra isə dəyişməyiniz lazımdır təbii ki. Məsələn, bugün bir şeyin fərqinə vardısa, ona baxa-baxa oturmaq lazım deyil də. Deyək ki, ya da həyatınızda bir problem varsa,
Sadəcə problem əlinizdə saxlamağınız üçün deyil. Problem varsa deməli onu həll etmək lazımdır. Mən bunu müştərilərimə hər zaman vurğulayıram və onlar da başlayırlar hərəkətə keçməyə, şüuraltı ilə işləyirlər və istədikləri həyatı artıq yaşamağa başlayırlar, məqsədlərinə də çatırlar. Yəni siz də bunu bacara bilərsiniz. Heç bir fərqi yoxdur ki, harda yaşayırsınız, neçə yaşınız var, necə bir həyat qurmusunuz. Kim sizə mane olur, kim sizə mane olmur, pulunuz var, yoxdur, heç bir fərqi yoxdur. Bunların heç biri yəni sizə maneə olmamalıdır. Amma çox insan necə yaşayır? Məsələn, deyir ki, valideynim deyir ki, evlənməlisən, evlənir. Ya da nə bilim, xalası qızı universitetə qəbul olubsa, özü də gedir, universitetə qəbul olur. Halbuki bəlkə heç bunu istəmir. Məsələn, mən özüm vaxtilə ətrafımda çox eşidirdim ki, sən get ali təhsil al, müəllim ol, ya da həkim ol, yaxşı bir peşə sahibi ol. Amma mən bilirdim ki, mən bunu istəmirəm. Ona görə də yaxşı ki, özümü seçdim və hal-hazırda sevdiyim işlə məşğul olam. Bu məni həm xoşbəxt edir, həm də bu azadlığımı özümə yaratdığıma görə bu yaşımda çox qürur duyuram özümlə. Bunu yəni indi də hər kəs eləyə bilər. Bu videomdan sonra yəni sizlər də eləyə bilərsiniz. Əgər sevmədiyiniz işlə məşğulsunuzsa, artıq bir sorğulayın ki, mən niyə buna davam edirəm? Niyə istədiyim həyat üçün addım atmıram? Axı heç bir maneə yoxdur əslində. Heç pul da maneə deyil. Sadəcə daxilinizdə bəlkə də hansısa bir qorxular daşıyırsınız. Hansı ki, bu qorxuları işləsəz əgər, adicə mənim də seanslarda belə bu qorxuların ötəsindən gələ bilərsiniz çox rahatlıqla. Amma əgər eləmək istəmirsinizsə, bu videonu keçəcəksiniz, gedəcəksiniz eyni həyatı yaşamağa, sabah səhər şikayətlənərək işə gedəcəksiniz, sonra sıxıcı həyatınıza dönəcəksiniz. Yəni təbii ki, hər kəsin öz həyat ssenarisi var. Siz özünüz daha yaxşı bilirsiniz necə bir həyat yaşadığınızı. Ya da uşağım var deyib özünüzü qısıtlayacaqsınız, bir iş qurmağa, insanlara fayda verməyə çalışmayacaqsınız. Əslində mən sizi çox yaxşı anlayıram. İndi də bir nümunə verəcəm bununla bağlı. Məsələn, çoxlarımız görmüşük ki, sinif yoldaşlarımızın hamısı gedir hazırlığa, sonra gedir universitetə, hansısa bir ixtisasa qəbul olur. Bəziləri bu ixtisas üzrə çalışa bilir, bəziləri isə çoxu isə iş tapa bilmir, diploma qalır bir kənarda, sadəcə olaraq cəmaata göstərir ki, mən ali təhsil almışam. Ya da valideyni məsləhət görüb deyə evlənir, valideyni ilə yaşayır, nə bilim, öz azadlığını qısıtlayır bəzi insanlar. Bəlkə də başqa bir şey istəyirdi, amma məcburam deyib, yenə də hər kəs kimi yaşamağa davam edir. Bəs bunların səbəbi nədir? Dediyinizi eşidirəm. Elmi olaraq bunun açıqlaması var əslində. Yəni özünüz araşdıra bilərsiniz. Sürü psixologiyası deyə bir şey var. Hansı ki, mən bu haqda webinarda da danışmışdım. Təkrarını izləyə bilərsiniz video bitəndən sonra. Hansı ki, bizim yəni bini qədimdən həmişə biz qəbilələr şəklində yaşayırdıq. Yəni biz insanlar və kim ki deyək ki, fərqli bir seçim eləyirdi, həmin sürüdən ayrılırdısa, o məhv olurdu. Yəni yaşaya bilmirdi, ölürdü. Bizim də şuuraltımıza bu kodlandığına görə, proqramlandığına görə daxilimizdə belə bir qorxu daşıyırıq, məhv olma qorxusu və bu səbəbdən fərqli seçimlər eləyə bilmirik. Deyirik ki, cəmaət kimi yaşayım, hamı necə, mən də elə, hamı nə alır, mən də ondan alım, nə bilim, əgər çoxluq bu haqda danışırsa ona inanım, mentalitetə uyğun gəlim, yaxşı qız olum, yaxşı oğlan olum, qoy fərqli bir seçim eləməyim ki, əgər birdən fərqli seçim eləsəm, sürüdən ayrılsam, məhv olaram. Yəni bütün səbəb əslində budur. Bütün məsələ bununla bağlıdır. Biz daxilimizdə bu məhv olma qorxusunu işləyəndən sonra yalnız artıq istədiyimiz həyatı əgər fərqli seçim eləmək istəyiriksə, bunu daha rahatlıqla eləyə bilirik təbii ki. Amma məsələn, bəzən insanlar yazırlar ki, mən səhifə açmağa qorxuram, nə bilim, xaricə getməyə qorxuram, deyək ki, hansısa bir sayda biznes qurmağa qorxuram, hətta ayrılmağa qorxuram, birdən deyək ki, boşanaram, cəmaət mənim haqqımda nə deyər? Bilirsiniz də, bizim cəmiyyətdə çox yaygın düşüncələrdir bunlar və səbəbini mən sizə açıqlayıram ki, səbəbi yenə də deyirəm, məhv olma qorxusudur. Əgər biz valideynlərimizdən də hətta fərqli seçim eləsək, deyək ki, valideynlərimiz pulu çətinliklə qazanırdılar. Biz əgər daha rahatlıqla qazansaq pulu, o zaman daxildə onlara xəyanət eləmiş kimi hiss eləyərik. Hətta günahkarlıq hissi özünü göstərər. Hətta sadə bir nümunə verim sizə bunun üçün. Deyək ki, atamızın maşını yox idisə, biz maşın alanda ya ona göz deyəcək, ya nə bilim, nəsə bir şey olacaq ki, daxilimizdəki həmin o günahkarlıq hissi bir növ kompensasiya olsun. Bu yəni çox geniş bir mövzudur gördüyünüz kimi. Mən
bu mövzuda çox təcrübəli olduğuma görə geniş danışmaq istəyirəm. Yenə də danışacağam digər videolarda. Kanala abunə olun ki, onları da qaçırmayasınız. Bildirişləri də açın ki, ilk olaraq sizə xəbər gəlsin video paylaşarkən. Və bu şəkildə bütün bir sürü psixologiyası, ailəmizə sadiqlik proqramı, bütün bunlar bizim həyatımıza o qədər təsir eləyir ki, biz özümüzdən uzaqlaşırıq, öz istəklərimizi tapa bilmirik, potensialımızı bəzən kəşf edə bilmirik. İşdən çıxmağa qorxuruq, ayrılmağa qorxuruq, istəyimizi bildirməyə qorxuruq, səhifə açmağa qorxuruq, hər şeyə qorxuruq. Amma bunların həll yolu var dediyim kimi, bu qorxuları işləməklə bunu aşmaq mümkündür. Əsas olan odur ki, bugün məni izləyirsiniz, bunun fərqinə varırsınız. Bu özü belə çox dəyərli bir şeydir. Özünüzü təbrik edin. Bu dediklərimi sizə bir nümunə ilə sübut eləmək istəyirəm. Əgər bir məlumat haqqında məşhur birindən eşidiriksə, məsələn, aktyor ola bilər, müğənni ola bilər, aparıcı, bəlkə xəbərlərdə nə isə görürük, bəlkə blogerdən eşidirik. Yəni kimin ki çoxlu kütləsi var, ondan eşitdiyimiz istənilən bir məlumat ya da gördüyümüz bir reklam bizə daha güvənli gəlir və bunu daha az sorğuluyuruq, daha tez inanırıq. Yəni çox insan bu haqqda danışırsa, deməli düzgündür deyə düşünürük. Amma burada çox önəmli bir məqam var. Daha çox insanın bu haqqda danışması ya da izlənən birinin bir mövzuya toxunması hər zaman o demək deyil ki, bu həqiqətən də güvənli bir şeydir. Ya da bu o demək deyil ki, bu yalan deyil. Ola bilər ki, hətta bir yalan məlumat ola bilər. Sadəcə olaraq sırf bu zehniyyətimiz üzündən biz yanlış məlumatlandırıla bilərik. Ya da güvənli olmayan bir şeyi ala bilərik, bəlkə də hansısa bir reklama aldanaraq. Bu çox önəmli bir mövzudur. Ya da gəlin çox sadə nümunələrə baxaq, hansı ki gündəlik həyatda bunu çox görürük, özümüz də davamlı bu düşüncə ilə yaşayırıq. Məsələn, uşaqlıqda valideynlərimizdən nə eşitmişiksə, hansı davranışları görmüşüksə, hansı inanclar bizə keçibsə, bu bizə avtomatik olaraq daha güvənli gəlir, daha təhlükəsiz hiss elətdirir. Buna görə də əgər biz bunu dəyişdirməmişiksə, özlərimizə işləməmişiksə, davamlı başlayırıq eynisini təkrarlamağa. Hətta bu bizim pul qazanmağımıza, münasibət həyatımıza, hər bir şeyə təsir eləyir. Yəni düşündüyünüzdən daha önəmli, daha təhlükəli bir mövzudur əslində. Çünki əslində bütün bunlar bizi özümüzdən uzaqlaşdırır. Öz təbiətimizdən, öz istəklərimizdən, öz xarakterimizdən xəbərsiz olaraq böyüyürük. Bugün bir çox şeyin fərqinə varmışkən sizə bir texnika vermək istəyirəm, hansı ki, həqiqətən də tətbiq eləsəz elə indi nəticə ala bilərsiniz. Sadəcə özünüzdən soruşun. Əgər bir adada yaşasaydınız, hardakı başqa heç kim yoxdur, sadəcə siz özünüz varsınız. İndi elədiyiniz nələri eləyərdiniz, nələri eləməzdiniz? Məsələn, mənim cavabım budur ki, mən makyaj eləməzdim məsələn. Bunu çox sevmirəm. Siz də ola bilər, bəlkə bu işlə məşğul olmazdınız, başqa bir sahədə çalışardınız, sadəcə hobbilərinizlə məşğul olardınız. Yəni, bəlkə də sırf pul üçün burada qalmısınız indi. Cavablarınızı rəy bölməsində gözləyəcəm. Bu o qədər güclü bir sualdır ki, siz özünüzü daha yaxından tanıyacaqsınız və nələri sevib, nələri sevmədiyinizin fərqinə varacaqsınız. Bugün sizə dediklərimi əslində mən 2 il ərzində öz şəxsi inkişafıma yatırım eləyərək, yəni ödənişli təlimlərdən öyrənmişəm. Biraz da öz təcrübələrim, müşahidələrim. Amma istədim ki, bunu sizinlə də bölüşüm, sizlərə də daha çox faydalı olsun. Yəni daha çox insana fayda vermək həm mənim xoşuma gələn bir şeydir, həm də təbii ki, niyə də yox. Niyə özümdə saxlayım ki bunları? Ona görə də siz sadəcə olaraq bura like qoymağı belə, rəydə təşəkkür yazmağı belə əsirgəməyin. Alma vermə balansını qorumaq çox önəmli bir şeydir. Hətta bilirəm ki, buradan bir çox insan ödənişli hissəyə də keçid eləyəcək. Mən açıqlamada önəmli bir link yerləşdirmişəm. Həm ödənişli şəkildə başlaya bilərsiniz şəxsi inkişafa, bir çox faydalı məlumatlardan davamlı yararlana bilərsiniz. Mənim bir çox podkastlarım var, videolarım var, Instagram kanalımda bir çox kontentlər var, yəni hər biri sizlər üçündür. Həmin linkə keçid edib hamısına qoşulmağı unutmayın. Eyni zamanda da ödənişli hissədən başlamaq istəyirsinizsə, yenə də ayrıca linklər yerləşdirəcəm. Və ən əsası, bu videonu tanıdığınız hər kəsə göndərməyiniz çox önəmli və çox gözəl bir təşəbbüs olar. Videonu sona qədər izləyən hər kəsi təbrik edirəm və uğurlar arzulayıram. Növbəti videolarda görüşənə qədər.